Salam, hər vaxtınız xeyir olsun, hörmətli valideynlər və əziz altıncılar. Yeni Namazov 6-cı sinif 1-ci hissədən izahlarımız davam edir. Bugünkü mövzumuz keçən video izahda sadə və mürəkkəb ədədlər bölməsində ilk 21 çalışmanın izahına baxmışdıq. Bu video izahda isə mürəkkəb ədədin sadə vurğulara ayrılışı başlığı altında olan test tapşırıqlarının izahını sizinlə paylaşacağam. İzaha keçməzdən əvvəl sizə bir məlumatı çatdırım ki, bizim 6-cı siniflər üçün onlayn hazırlıq dərslərimiz mövcuddur. Dərslər haqqında ətraflı məlumat almaq üçün 050 823 92 15 nömrəsi ilə əlaqə saxlayıb ətraflı şəkildə məlumat ala bilərsiniz. Qeyd edək ki, ilk sınaq dərsimiz ödənişsizdir. Siz də bu dərslərə qoşulub dərslərin hansı keyfiyyətdə keçirildiyi ilə tanış ola bilərsiniz. İndi isə vaxt itirmədən keçək mövzunun izahına və daha sonra bu mövzuda olan test tapşırıqlarının izahına baxaq. Deməli uşaqlar, mürəkkəb ədədin sadə vurğulara ayrılışı deyiləndə nə başa düşülür? Mürəkkəb ədədi sadə vurğulara ayırmaq, mürəkkəb ədədi sadə vurğuların hasili şəklində göstərməkdir. Məsələn, burada kitabınızda nümunə olaraq 36 ədədini sadə vurğulara ayırın deyir. Xətlə də ayırmaq olar. Vurğular ağacı üsulu ilə də 36-nı biz sadə vurğuların hasili şəklində göstərə bilərik. Deməli, necə biz sadə vurğulara ayırırıq? Əvvəlcə həmin mürəkkəb ədədi qeyd edirik və yanından bir düz xətt çəkirik. Məsələn, burada 36-nı qeyd ediblər və daha sonra 36-nın sağ tərəfindən bir düz xətt endiriblər. 36-nı başlayıblar ən kiçik sadə ədədə bölməyə. Ən kiçik sadə ədəd neçədir? 2 olduğuna görə yoxlayırıq, görək 36 2-yə bölünürmü? Bölünür. Ona görə də 36-nı ilk növbədə biz 2-yə bölməliyik. 36-nı 2-yə böləndən sonra qismət neçə olursa, həmin qisməti biz 36-nın sol tərəfində, yəni alt-alta qeyd eləmək lazımdır. 36 2-yə 18 dəfə bölünür. Daha sonra yenə davam edirik, yoxlayırıq. 18 2-yə bölünürmü? 18 2-yə bölünür, ona görə yenə 2-yə bölürük. Qismətdə 9 alınır, həmin 9-u 18-in altında yazırıq. Daha sonra 9 2-yə bölünmür deyənə biz artıq 9-u 2-yə yox, növbəti sadə ədədimiz olan 3-ə bölərik. 9 3-ə bölünür 3 dəfə. 3-ü yenidən 3-ə bölürəm. Burada qismətdə 1 alınana kimi bu proses davam etdirilir. Deməli, bizim bu düz xəttin sağ tərəfində yazdığımız vurğular 36-nın sadə vurğularıdır. Yəni 36 bərabər olacaq 2 vur, 2 vur, 3 vur, 3. Həqiqətən də 2 vur, 2 vur, 3 vur, 3 hasili bizə 36-nı verir. Deməli, sadə vurğular ayrılanda buradakı ədədlər mütləq sadə ədədlər olmalıdır və həmin sadə ədədlərin hasili bizə verilmiş ədədi verməlidir. Yəni bu iki şərt mütləq ödənməlidir. Burada vurğular ağacı üsulu da əslində bu çox da istifadə olunan bir üsul deyil. Amma buna da baxa bilərsiniz. Yəni buna da baxarsınız. İndi isə biz çalışmaların izahına başlayaq 22-ci çalışma ilə. 22-ci çalışmada deyir ki, hansı hasil ədədin sadə vurğulara ayrılışıdır? Məsələn, birinci varianta baxaq uşaqlar. Birinci variantda yazıb 2 vur, 3 vur, 5 vur, 5. Buradakı vurğuların hər biri sadə olduğuna görə deməli, bu doğru vurğulara ayrılış formasıdır. Daha sonra ikinci variantda yazıb 2 vur, 2 vur, 3 vur, 6. Buradakı vurğulardan sonuncusu, yəni 6 vurğu sadə olmadığına görə bu vurğulara ayrılış forması düzgün deyil. Deməli, bu yanlış vurğulara ayrılıb, yəni sadə vurğulara ayrılış formasıdır. Üçüncü varianta baxsaq, yazıb 2 vur, 3 vur, 3 vur, 5 vur, 7. Buradakı vurğuların da hər biri sadə olduğuna görə, deməli bu da doğru sadə vurğulara ayrılış formasıdır. Dördüncü varianta baxaq, 2 vur, 3 vur, 3 vur, 15. Burada yenə sonuncu vurğumuz 15 vurğu sadə olmadığına görə, deməli bu da düzgün vurğulara ayrılış forması deyil. Bizdən sadəcə düzgün yoxsa yanlış olduğunu soruşduğuna görə biz bunun düzgün formasını qeyd etməyinizə ehtiyac yoxdur. Sadəcə düzgün yoxsa yanlış olduğunu qeyd etməliyik. 5-ci variant yazıb 2 üstü 2, vurulsun 3 üstü 3, vurulsun 5 üstü 2. Bəli uşaqlar, bu da düzgün ayrılış formasıdır. Bu 2 üstü 2, 3 üstü 3, 5 üstü 2 o deməkdir ki, yəni bu vurğulardan 2-dən məsələn 2 dəfə istifadə olunub, 3-dən 3 dəfə istifadə olunub və 5-dən də 2 dəfə istifadə olunub. Bu doğru vurğulara ayrılış formasıdır. Bu doğru oldu. Daha sonra 6-cısı yanlışdır. Yine orada 6 vurğu var. 7-cisi doğrudur. 8-ci də doğru vurğulara ayrılış formasıdır.
Növbəti 23-cü çalışma ilə davam edək. 23-cü çalışmada deyir ki, ədədləri sadə vuruqlara ayırın. Gəlin buradakı ədədlərin hər birini biz sadə vuruqlara ayıraq. Əvvəlcə 48-in sağ tərəfindən bir düz xətt çəkirik və başlayırıq 48-i ən kiçik sadədə bölməyə. Ən kiçik sadədimiz 2-dir. 48 2-yə bölündüyünə görə 48-i 2-yə bölürəm 24. Davam edir. 24 yenidən 2-yə bölündüyünə görə 2-yə bölürük 12. 12 2-yə bölünür 6 dəfə, 6 2-yə bölünür 3 dəfə. Artıq 3 2-yə qalıqsız bölünmədiyinə görə 3-ü 3-ə bölürük 1 dəfə. Deməli, bu şəkildə sadə vuruqlara ayırdıq. Daha sonra 84-ü ayıraq. 84 yenə 2-yə bölünəcək 42 dəfə. 42 2-yə bölünür 21 dəfə. 21 artıq 2-yə bölünmür deyənə növbəti sadədə də bölürük. 3-ə bölərik 7 dəfə. 7 də özünə bölünür, yəni 7-yə bölünür 1 dəfə. Bu da oldu 84-ün sadə vuruqlara ayrılışı. Daha sonra 78 ədədini sadə vuruqlara ayıraq. 78 yazılıb. 78-i yenə 2-yə bölərəm 39 dəfə. 39 2-yə bölünmür deyənə 3-ə bölürəm 13 dəfə. 13 də sadə ədəd olduğuna görə yalnız özünə bölünəcək, yəni 13-ə. Burada qismətdə 1 alınacaq. Növbəti ədədimiz 100-dür. 100-ü sadə vuruqlara ayıraq. 100 yenə əvvəlcə 2-yə bölünəcək 50 dəfə. 50 2-yə bölünür 25 dəfə. 25 2-yə bölünmür. Növbəti sadə ədədimiz 3-dür. 3-ə də qalıqsız bölünmədiyinə görə 5-ə bölürük. 25 5-ə 5 dəfə, 5-i də yenə 5-ə bölürük. Burada qismətdə 1 alınır. Növbəti ədədimiz 284-dür. 284-ü 2-yə bölürəm 142 dəfə. 142 yenidən 2-yə bölündüyünə görə davam edirəm. 142-yi 2-yə böləndə 71 dəfə. 71 isə uşaqlar sadə ədəd olduğuna görə elə 71-ə bölünəcək və burada qismətdə 1 alınacaq. Daha sonra 144 ədədi gəlir. 144-ü sadə vuruqlara ayıraq. 144 2-yə bölünür 72 dəfə. 72 yenə 2-yə bölünür 36 dəfə. 36-nı yenə 2-yə bölürəm 18 dəfə. 18-i 2-yə bölürəm 9 dəfə. 9 artıq 2-yə bölünmədiyinə görə növbəti sadə ədədimiz olan 3-ə bölürük. 3 dəfə və 3 3-ə bölünür 1 dəfə. Bu da oldu 144-ün sadə vuruqlara ayrılışı. 480 növbəti ədədimiz. 480 2-yə bölünür 240 dəfə. 240 2-yə bölünür 120 dəfə. 122-yə yenə bölünür 60 dəfə, 62-yə bölünür 30 dəfə, 32-yə 15 dəfə, 15 2-yə bölünmür deyənə artıq qalıqsız bölünmür deyənə 3-ə bölürəm 5 dəfə və 5 də 5-ə bölünür 1 dəfə. Bu da 480-in sadə vuruqlara ayrılışıdır. İnşallah burada bir dənə hansıları yazaq. Məsələn, bu aşağı ikinci sətirdən də bəzi ədədlərin sadə vuruqlara ayrılışına baxaq. Məsələn, 56. 56 2-yə bölünür 28 dəfə, 28 2-yə bölünür 14 dəfə. 14 2-yə bölünür 7 dəfə. 7 də sadə olduğuna görə özünə bölünür 1 dəfə. 66 sadədir. Bunu özünüz ayırarsınız. Məsələn, mən burada baxaq 420 ədədinə. Yəni, böyük ədədləri ayıraq ki, yəni kiçikləri özünüz də ayıra bilərsiniz. 420 2-yə bölünür 210 dəfə. 210 2-yə bölünür 105 dəfə. 105 2-yə bölünmür deyənə 3-ə bölürəm 35 dəfə. 35-i 5-ə böləcəm 7 dəfə. 7 də 7-yə bölünür 1 dəfə. Bu da 420-nin sadə vuruqlara ayrılışı. Sonuncu 870-i də sadə vuruqlara ayıraq. 870 2-yə bölünür. Burada uşaqlar, bölünmə əlamətlərini bilmək çox vacibdir. Yəni, tez bir zamanda yoxlamaq olar ki, bu 2-yə bölünür. Bölünmürsə tez keçər növbəti sadədə. 870-i 2-yə böləndə 435 dəfə. 435 2-yə bölünmür deyənə növbəti sadədimiz olan 3-ə bölürük. 435 3-ə böləndə 145 dəfə bölünür. 145 artıq 3-ə bölünmür deyənə 5-ə bölərik. 145-i 5-ə böləndə 29. 29 da sadə ədəd olduğuna görə yalnız 29-a bölünəcək 1 dəfə. İndi isə uşaqlar davam eləyək növbəti 24-cü çalışma ilə. Deməli 24-cü çalışmada deyir ki, ədədin sadə vuruqlara ayrılışından istifadə edərək onun bütün bölənlərini tapın. Məsələn, birinci ədədimiz 3/5 şəklində sadə vuruqlara ayrılıb. Deməli ədədimizin özü 15-dir. Və biz 15-in bölənlərini yazarıq. 15-in bölənləri 1-ə, yəni vahidə bölünür. 3-ə bölünür, 5-ə bölünür və özünə bölünür. Bunlar oldu 15-in bölənləri. Sonra ikinci ədədimiz 5/7 şəklində sadə vuruqlara ayrılıb. Deməli, ədədimiz 35-dir. 35-in də bölənləri hansılar olacaq? 1, 5, 7 və 35-in özü. Bu da bizim ikinci ədədimiz. Sonra üçüncü ədədimiz vuruqlara 2/3/5 şəklində ayrılıb. Deməli, ədədimiz 30-dur. Bunların hasili 30 eləyir. 30-un da bölənləri olacaq hansılar? 1, 2, 3, 5, 6, 10, 15 və 30. Bunlar da oldu 30-un bölənləri. Daha sonra növbəti ədədimiz
2 vur 2 vur 3 şəklində vuruqlar ayrılır. Deməli ədədimiz 12-dir. 12-nin bölənlərini yazsaq 12 1-ə, 2-yə, 3-ə, 4-ə, 6-ya və 12-yə qalıqsız bölünür. Növbəti ədədə baxaq. Növbəti ədədimiz 3 vur 3 vur 3 şəklində vuruqlara ayrılır. Deməli ədədimiz 27-dir. Və 27-nin bölənlərini yazsaq 27 1-ə, 3-ə, 9-a və 27-yə qalıqsız bölünəcək. Sonuncu bir dənə ədədə baxaq uşaqlar buradan. 3 vur 5 vur 11. Ədədimiz 165-dir və 165-in bölənlərini mən yazacağam indi. 165 1-ə bölünür, 3-ə bölünür, 5-ə bölünür. Daha sonra 11-ə bölünür, düzdürmü? 15-ə bölünür. Daha sonra 5-ə böləndə 33-ə bölünür. Daha sonra 55-ə bölünür və bir də 165-ə bölünür. Bunlar da 165 ədədinin bölənləri oldu. Növbəti 25-ci çalışmaya baxaq. Deməli 25-ci çalışmada deyir ki, bir neçə elə iki rəqəmli ədəd yazın ki, onu birinci variantda deyir 2 eyni sadə ədədin, ikinci variantda deyir ki, 3 eyni sadə ədədin hansı şəkildə göstərmək mümkün olsun. Bunu yazmağın ən rahat üsulu uşaqlar. 2 dənə eyni sadə ədəd götürün, hasili, yəni bircə bunu burada diqqət edin ki, hasili 2 rəqəmlə eləsin. Məsələn, mən 5 vuruqlarını götürəcəm, 5 vur 5, 25. Deməli, ədəd kimi 25-i nümunə göstərə bilərəm burada. 25-i 2 eyni sadə ədədin hasil şəklində göstərə bilərəm. Və yaxud da başqa 7 vuruqlarını götürəcəm, 7 vur 7, 49. Deməli, 49 ədədini nümunə göstərə bilərəm. 49 2 rəqəmli ədədir və 2 eyni sadə ədədin hasil şəklində göstərmək mümkün olur. İkinci variantda deyir ki, 3 dənə eyni sadə ədədin hasil şəklində. Məsələn, mən vuruğu 5 götürsəm, 5-i 3 tərəfində vuranda artıq 3 rəqəmli ədəd eləyir. Bizə 2 rəqəmli ədəd lazımdır. Ona görə məsələn, vuruğu götürək, 3 götürək. 3 vur 3 vur 3. Sadə vuruqlardır, bərabər 3 eyni sadə vuruqdur və hasildə 2 rəqəmli ədəd eləyir. Sonra 2 vur 2 vur 2. 3 dənə eyni sadə vuruğun hasilidir və bu uşaqlar baxın 8-ə bərabər olur. Bizə 2 rəqəmlə ədəd. Deməli elə bunu yazmaq olmaz. Bircə bax 27 ədədini bura nümunə göstərmək olar. Növbəti 26-cı çalışmaya baxaq. 26-cı çalışmada deyir ki, bu dəfə elə 3 rəqəmlə ədəd yazın ki, deyir. Birinci variantda onu 3 dənə eyni sadə ədədin hasil şəkildə göstərmək olsun. Məsələn, sadə vuruğu götürərəm 5. 5 vur 5 vur 5 edir 125. Deməli, nümunə olaraq 125-i göstərmək olar ki, onu 3 dənə eyni sadə ədədin hasil şəklində biz göstərə bilirik. Sonra məsələn ola bilər 7 vur 7 vur 7. 343 ədədini də nümunə göstərmək olar. 3 dənə eyni sadə ədədin hasil şəkildə göstərmək mümkündür. İkinci variantda deyir ki, 4 dənə eyni sadə ədədin. Elə məsələn 4 dənə 5-in hasilini götürərəm. Bu olur 625, 3 rəqəmli ədəddir və 4 dənə eyni sadə ədədin hasil şəkildə göstərmək mümkün olur. Sonra məsələn 3 vuruqlarını götürərəm. 3-ü 4 dəfə bir-birinə vuranda 81 eləyir, 4 rəqəmli olmur. 7-ni götürsək, 7-ni 4 dəfə bir-birinə vuranda artıq o da 4 rəqəmli olur. Elə bizə 625-dir ki, onu biz 4 dənə eyni sadə ədədin hasil şəklində göstərə bilirik. Növbəti 27-ci çalışmaya baxaq. 27-ci çalışmada bizə deyir ki, 250 ilə 400 ədədlərinin ortaq sadə vuruqlarını tapın. Uşaqlar, ortaq yəni eyni. Bunu tapmaqdan ötürü gərək mən 250-ni də, 400-ü də sadə vuruqlara ayırın. Daha sonra ortaqlarını, yəni hər ikisini onları müəyyənləşdirəcəm. Əvvəlcə 250-ni ayıraq. 250 2-yə bölünür 125 dəfə. 125 5-ə bölünür 25 dəfə. 25 də 5-ə bölünür 5 dəfə. 5 də 5-ə bölünür 1 dəfə. 400 2-yə bölünür 200 dəfə. 200 2-yə bölünür 100 dəfə. 100 2-yə bölünür 50 dəfə. 50 2-yə bölünür 25 dəfə. 25-i 5-ə bölürəm 5 dəfə. 5 də 5-ə 1 dəfə. Ortaqlar hər ikisinə. Bax, bu 2 ilə bu 2 ortaqdır. Daha sonra bu 5 ilə bu 5 ortaqdır və bu 5 ilə də bu 5 ortaqdır. Deməli, ortaq sadə vuruqlar hansılar oldu? 2, 5, 5. Bunlar da ortaq sadə vuruqlar. İkinci variantında deyir ki, 45 ilə 136-nın ortaq sadə vuruqlarını. Burada uşaqlar həm 45-i, həm 136-nı sadə vuruqlara ayıracaqsınız. Bax, 45 3-ə bölünür. Çünki 2-yə bölünmür. Keçdim 3-ə böldüm. 15 dəfə. 15 yenə 3-ə bölünür. 5 dəfə. 5 də 5-ə 1 dəfə. 136 2-yə bölünür. 68 dəfə. 68 2-yə bölünür. 34 dəfə. 34 2-yə bölünür 17 dəfə. 17 də sadə olduğuna görə 17-nin özünə bölünür 1 dəfə.
Ortaq sadə vuruqları bunların yoxdur uşaqlar. Yəni elə bir vuruq yoxdur ki, həm 45-də, həm 136-da iştirak eləsin. Deməli burada ortaq sadə vuruq yoxdur yazacaqsınız. Növbəti 28-ci suala baxaq. 28-ci sualda deyir ki, aşağıdakı hasilləri sadə vuruqların hasilliyi şəklində göstərin. Məsələn, birinci yazıb 40 vur 25, düzdür? Bu vuruqların ikisini də sadə vuruqların hasilləri göstərəcəksiniz. 40 olur 2 vur 2 vur 2 vur 5. Bax bu 40-ın sadə vuruqlarıdır. Vurulsun 25-i də 5 vur 5 kimi. Bax görürsünüz bu formada yaza bilərsiniz. Sonra ikinci variantda 12 vur 35-dir. 12-ni mən 2 vur 2 vur 3 kimi göstərəcəm. Vurulsun bax bu 12-nin vuruq sadə vuruqlarıdır. 35-i də 5 vur 7 kimi. Bu da 35-in sadə vuruqları. Sonra üçüncü variantda 10 vurulsun 164'tür. Onu biz 2 vur 5 kimi sadə vuruqlara ayırırıq təbii ki. Uşaqlar bunu düz xətt çəkib də ayıra bilərsiniz. 164'ü də 2 vur 2 vur 41 kimi. Və bu formada sadə vuruqlara ayırdıq. Dördüncü variantda yazıb 8 vurulsun 125. 8-in sadə vuruqlara ayrılışı 2 vur 2 vur 2 şəklindədir. Bu 8-dir. Vurulsun 125-də 5 vur 5 vur 5 şəklində vuruqlara ayrılır. Sonra burada məsələn 10-cu variantı yazmışsınız üçün 56 vurulsun 900. 56 sadə vuruqlara 2 vur 2 vur 2 vur 7 şəklində vuruqlara ayrılır. Vurulsun 900-dəki 2 vur. Əgər şifahi yaza bilmirsinizsə uşaqlar bax 900-ü bu formada sadə vuruqlara ayırıb 2-yə bölünür 450 dəfə, 2-yə bölünür vur 2 yenə 225 dəfə, 5-ə bölünür vur 5 45 dəfə, 45 yenə 5-ə bölünür vur bir dənə də 5 9 dəfə düz ayırmadı uşaqlar. 225 3-ə bölünür. 3-ə bölünürsə, onda 225-i əvvəlcə 3-ə bölməliyik. 75 dəfə, 75 yenə 3-ə bölünür. 25 dəfə, 25 artıq 5-ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. 2 dənə də 5 vuruğu var. Bu formada yazmaq olar. Sonra 11-ci variantı da baxaq. 11-ci variantda 84 vurulsun 640. 84'ü mən 2 vur 2 vur deməli 3 vur 7 kimi vurulsun 640'ı da sadə vuruqlara ayıraq burada 2'yə bölünür 320 dəfə. Bu 84'ün sadə vuruqlarıdır. 2'yə bölünür 160 dəfə. 2'yə bölünür 80 dəfə. 82'yə bölünür 40 dəfə. 42'yə bölünür 20 dəfə. 22'yə bölünür 10 dəfə. 12'yə bölünür 5 dəfə. 5 də 5'ə bölünür 1 dəfə. Deməli neçə dənə 2 var? 1, 2, 3, 4, 5, 6, 7 dənə 2, bir dənə də 5. Ona görə 7 dənə 2 vuruğunu yazacağım. Bir də 5. Bu da bizim 640 ədədinin sadə vuruqlara ayrılır. Digər variantlarda uşaqlar bu formada vuruqlara ayırıb yazacaqsınız. Növbəti 29-cu çalışmaya baxaq. Yazıb boş xanaya elə rəqəm yazın ki, doğru bərabərlik alınsın. Birinci variantı yazıb 165 bərabərdir 3 vur neçə, bir də vur 11. 3'ü 11'ə vuranda 133 eləyir. Deməli burada 5 olmalıdır ki, 5'ə də vururaq 165 eləsin. İkinci variantda bu maraqlı çalışmadır. 38 kvadrat, yəni yanında bir rəqəm olmalıdır. Bərabər olur. Kvadrat vurulsun 7 vurulsun 11. İndi 7-ni 11'ə vuranda 77 eləyir. Biz indi kvadratın yeni elə yazmalıyıq ki, 5 yazarıq təbii ki. 5 yazanda 385'in vuruqları bu formada olur. Üçüncü variantına baxaq. Yazıb 11 kvadrat 5, yəni kvadratın yenə bir rəqəm yazılacaq. Bərabərdir 3 vur kvadrat vur 7 vur 11. Burada da yenə uşaqlar neçə olmalıdır? 5 olmalıdır. Necə müəyyənləşdirdim? 3 vur 7 21, 21 vur 11 231 eləyir. Bu ərədə isə son rəqəmi 5-dir. Deməli bunu birdən 5-ə də vurmalıyıq ki, deməli burada 5 yazılmalıdır. Doğru bərabərlik olsun. Dördüncü variantı yazıb 1 kvadrat 65 bərabərdir kvadrat vur 5 vur 7 vur 13. Yenə bizə məlum vuruqların hasilinə baxsaq 5 dəfə 7 35. 35-i də 13-ə vuranda sonu 5 ilə bitir. Sonu 5 ilə bitir. Düzdürmü? Deməli indi biz bunu nəyə vurmalıyıq ki? Maraqlı çalışmadır bu. 1000 neçədir bu? 5 vur 7 vur 13 şəklində olacaq. Məsələn bura mən
2 yazsam, 2 yazsam. Görək olur. 2 vur 5, 10. Və 2 yazsam bunun son rəqəmi 0 eləyir. Amma burada görür ki 5'dir. 3 yazsaq, 3 yazsaq. Bəli, 3 ola bilər. Bax, bura 3 yazsaq, 1365. Həqiqətən də bu sadə bulanın hasını tapsaz. 3 vur 5 vur 7 vur 13. Görək 1365 eləyirmi? 15 vur 7 vur 1 də 13. Bəli, 1365-ə bərabər olur. 5-ci variantda yazıb 35 kvadrat bərabərdir 3 vur kvadrat vurulsun 17. Uşaqlar, burada 3'ü 7'yə vuranda neçə eləyir? 3 17'yə vuranda 51. Burada 7 yazsaq 357 olar ədədimiz və 3 vur 7 vur 17, 51 də 7'yə vuranda 357 eləyir. Digər variantlarda bu formada yazacaqsınız uşaqlar. Deməli, baxaq növbəti 30-cu çalışmaya. Yazıb ki, x 25-dən kiçik bərabər və 36-dan kiçikdir. Daha doğrusu 25-dən böyük bərabər, 36-dan kiçikdir. Bu bərabərçiliyin həlli olan hansı natural ədədlərin sadə vurğular arası? Birinci variantda deyir ki, 2 eyni sadə vurğudan. Məsələn, mən sadə vurğuları götürsəm, məsələn, 3 3. Onların hasili bu aralığa düşmür. Yəni 9 bu aralıqda deyil. 5 5 götürsəm düşür. Deməli, məsələn 25. 25-dir ki, onu 5 vur 5 kimi 2 eyni sadə vurğunun hasil şəkildə göstərə bilirik. İkinci variantda deyir ki, 3 eyni vurğudan. Məsələn, vurğu mən 2 götürsəm, 2 vur 2 vur 2, 8 bu aralığa düşmür. Amma 3 götürsəm, 3 vur 3 vur 3, 27 edir və bu aralığa düşür. Üçüncü variantda deyir 5 eyni vurğudan. Mən vurğu məsələn 3 götürsəm, 3'ü 5 dəfə öz-özünə vurduqda bu aralığa düşmür. Deməli 2 götürməliyəm və 2'ni 5 dəfə vuranda 32 eləyir. 32 də bu aralığa düşür. Bu da bizim 30-cu çalışmamız. Növbəti 31-ci çalışmaya baxaq. 31-ci çalışmanı ilə burada kitabın üzərinə yazacağım uşaqlar. 60'ı əvvəlcə 2'yə bölərik təbii ki. 2 vur 30 kimi göstərilir də, düzdürmü? Sonra 30'u bir də 2'yə bölərik, 2 vur 15 kimi. 15'i də 3 vur 5 şəklində vurğulara ayırırıq. Sonra 84'ü 2 vur 42 kimi yazırıq. Sonra bu 42'ni 2 vur 21 kimi və 21'i də 3 vur 7 şəklində göstərir. Deməli, bu 2, 2, 3, 7 olur 84'ün sadə vurğulara ayrılışır. 182 vur 90 kimi göstərilir. Sonra bu 90'ı yenə 2 vur 45 kimi. 45'i də 5 vur 9 kimi. 9'u da 3 vur 3 kimi vurğulara ayırırıq. Düzdür? Yox. Burada səhvimiz oldu. 45'i 3 vur 15 kimi. Və bu 15'i də 3 vur 5 kimi sadə vurğulara ayırırıq. Hasili şəklinə göstərir. 32-ci sualda deyir ki, sual 32'yə baxaq. ABC-yə uyğun ədədi müəyyən edin. A plus B plus C cəmini tapın. Burada uşaqlar 90'ı mən əvvəlcə necə yazaram? 2 vur 45 kimi. Düzdürmü? Deməli bizim A'mız 2'dir. A'mız 2'dir. B'miz neçədir? 45'dir. Daha sonra bu 45'i də necə yazarıq? 3 vur 15 kimi. Deməli indi 3 vur 15'də C'miz də olur buradan 15. C'ni də tapdıq. Daha sonra 15'i də 3 vur 5 şəklində göstəriblər. Bunu yazmağın ən rahat yolu uşaqlar axırdan əvvələ gəlməli. İndi ikinci variantı izah edəcəm. İndi bizdən A plus B plus C cəmini istəyir. Toplayanda A üstəgəl B üstəgəl C olur 62. İndi ikinci variantda necə dedim sondan əvvələ? Bax, əvvəlcə 5'i 7'yə vurun. 35. C'ni tapın. Bax, ikinci variantda C olur 35. Sonra 3'ü 35'ə vurun, B'ni tapın. B bərabər olur 3 vur 35'ə. Yəni 105'ə. Sonra deməli A-nı tapmaq üçün A vur B hasili 315'ə bərabərdir axı. B-ni tapmışıq. Deməli A vur B hasili 315'ə bərabər olmalıdır. B-ni də bilirik. A vur 105 bərabərdir 315'ə. Deməli buradan A-mız da olur 3. A məlum, B məlum, C məlum. Bizdən A plus B plus C cəmini istəyir. Toplayarıq bunları. 143 olacaq. Doğru cavab. Sonuncu, üçüncü variantı da özünüz baxarsınız uşaqlar. İstəmirəm hamısını özüm yazım. Çünki sizlə biraz işləyin. Növbəti. Burada yenə həmin üsuldur uşaqlar. Bax, bu üsulla vurğuları ayırıblar. Bizə də deyir ki, əlverişli üsulla sadə vurğuları ayırın. Məsələn, 33-cü sualda götürək 90'ı. 90'ı mən uşaqlar belə göstərəcəm. Hansı iki vurğunun hasil şəklində göstərmək ağlınıza gəlirsə, həmin formada göstərin. Məsələn, 2 vur 45 kimi. Düzdürmü? Sonra bu 45'i necə yazmaq olar? 3 vur 15 kimi. Sonra bu 15'i yenə necə yazarıq? 3 vur
5 kimi. Bu formada sadə vurulara ayırdıq. Sonra 315'i ayıraq. 315. 315'i mən yazaram 3 vurulsun 105 kimi. Daha sonra 105'i də yazaram 3 vurulsun 35 kimi. Sonra bu 35'i də yenə hansı mürəkkəbdirsə onu sadə vurulara ayırıram. 5 vur 7 kimi göstərmək olar. Sonra məsələn 252 ədədi var burada. 252'ni mən yazaram 2 vurulsun 126 kimi. Sonra bu 126'nı parçalayaram 2 vurulsun 63 kimi. Sonra bu 63'ü də parçalayaram 3 vurulsun 21 kimi. Sonra bu 21'i bir də parçalayaram 3 vurulsun 7 şəklində göstərərik. Məsələn 460 və 875 ədədlərində ayıraq. 600 və 465'i ayıraq. 600'ü ayırıb bu formada yazaram. 2 vurulsun 300 kimi. Sonra 300'ü 2 vurulsun 150 kimi. Sonra bu 150'ni yine ayırıp 2 vur 75 kimi. Bu 75'i də sadə vurgulara ayırıb 3 vur 25 kimi. Sonuncu bu 25'i də 5 vur 5 kimi sadə vurgulara ayıra bilərik. Burada da həmin üsulla yazıblar. 34-cü suala baxaq. Deyir, boş xanalara və dairələrə uyğun ədədi müəyyənləşdirin. 180'i məsələn mən uşaqlar necə yazaram? 2 dənə mürəkkəb ədədin hasili şəklində. 4 vur 45 kimi. Sonra bu 4'ü 2 vur 2 kimi yazaram. Bu 45'i də 3 vur 15 kimi. Bu 15 də mürəkkəb olduğuna görə bunun sonuncu olaraq 3 vur 5 kimi yazaram. Bu formada boş xanalara və dairələrə uyğun ədədləri tapmış olaram. İkinci variantda 270'i 2 dənə mürəkkəb ədədin hasil şəkildə əvəzi göstərməliyəm. Mürəkkəb olduğunu hardan bilirəm? Çünki baxın uşaqlar, ikinci adımda bunları yenə 2 dənə vurğun hasil şəkildə göstərir. 270'i yazmaq olar 4 vurulsun 55 kimi. Yox uşaqlar. Üzr istəyirəm, 4 vurulsun 55 yox. 5 vurulsun 54 kimi yazmaq olar. 5'i 54'e vuranda mürəkkəb olmalıdır, mürəkkəb. Biz 270'i necə yaza bilərik? 270 2'ye bölünür 135 dəfə. 135 3'e bölünür 45 dəfə. 270'i necə yazmaq olar? 270'i 2'ye bölünür. Sonra başqa nəyə bölünür? 90'a bölünür. 135'e bölünür. 2 vur 135. 135'i mən 9 vur 15 kimi yazarım. Bunu 9 vur 30 kimi yazmaq olar. 9'u sonra 3 vur 3 kimi yazarıq. 30'u da 2 vur 15 kimi. Bu 15'i də 3 vur 5 kimi vurulara ayırarıq. Növbəti 35-ci suala baxaq. Yenə uşaqlar burada sondan əvvəl gəlmək lazım. 3 vur 5 15. Düzdür, bura 15 yazılır. 21'i 3 vur 7 kimi göstərir. 15'i də 21'e vurup bura neçə yazılacağını tapırıq. 15'i 21'e vuranda 210 üstə gəl 105, 325. 315 daha doğrusu. 315 olur. Görə düz yazdıq. Bəli. Sonra burada yenə 77'ni 7 vur 11 kimi, bu 10'u 2 vur 5 kimi, onu da 77'ye vurup 770 de buraya yazılacaq. Sonuncu 3-cü variantda da 5 vur 11 55. Bu 21'i 3 vur 7 kimi, 21'i də 55'e vurup burada neçə yazılacağını müəyyənləşdirəcəyiz. İndi məsələlərə baxaq uşaqlar. Maraqlı hissəsini başlayır. Misal xeyli işlədik. Deməli sual 36. Sual 36. Bir kvadratın tərəfi 11 santimetrdir. Onun perimetri və sahəsi sadə ədədlərlə ifadə oluna bilərmi? İzah edin. Kvadratdır uşaqlar. Belə bir kvadrat təsvir edək burada. Və bu kvadratın tərəfi 11 santimetrdir. Kvadratın bilirik ki, bütün tərəfləri bir-birinə bərabər olur. Perimetri bir tərəfin 4 mislinə bərabər olur, yəni 44 santimetrə bərabər olur. Sahəsi isə 11 vur 11, yəni 121 santimetr olur. İndi perimetri və sahəsi sadə ədədlərlə ifadə oluna bilərmi? Baxın, perimetr də mürəkkəbdir, sahəsi də mürəkkəbdir. Cavab olaraq qeyd edirsiniz ki, xeyr. 37-ci çalışmaya baxaq. Düzbucaqlı formalı bir bağ var. Bu bağın deyir ki, tərəfləri 103 və 127 metrdir. 103 enidir, 127 uzunluğudur. Bunun perimetri və sahəsi. Perimetri olur 2 vurulsun 103 üstünə gəlinsin 127. 230'u vururam 2'ye. 460 bu perimetridir. Sahəsi də ki 127 vurulsun 103'dür. Bunu hesablamasanız da olar. 460 bilirik ki mürəkkəb ədəddir. Burada 127 vurulsun 103 də bu hasil də mürəkkəb olacaq. Çünki baxın uşaqlar bu neçə eləsə bu 1'ə bir də
Özünə bölünəcək də. Ondan əlavə 127 və 103-ə də bölünəcək. Ona görə o mürəkkəb olur. Oluna bilərmi? Xeyr. İzah edin, izah da elədik. Növbəti 38-ci məsələyə baxaq. Deyir ki, yeşikdə olan 85 almanı qablara bərabər qoymaq istəyirlər. Almaları qoymaq üçün ən çoxu neçə qab lazımdır? Bu halda hər qabda neçə alma olar? Hə. 85-i bərabər sayda ən çoxu neçə qab lazımdır deyir. Ən çoxu neçə qab lazımdırsa, onda biz hər qaba çox az alma qoymalıyıq da. Düzdürmü? Deyir, yeşikdə olan 85 almanı qablara bərabər qoymaq istədilər. Almaları qoymaq üçün ən çoxu neçə qab lazımdır? Ən çoxu 85 qab. Ən çoxu 85 qab ola bilər və hər qabda bir alma. Düzdürmü uşaqlar? Bərabər olur da. Hər qabda olan almaların sayı bərabər olur. Və ən çox qab istifadə olunur. 85 dənə qab. 39-cu məsələyə baxaq. 39. Yazıb ki, Kamil 26 almanı həyətdə saxladığı dovşanlar arasında bərabər böldü. Sonra o 65 yer kökünü də bu dovşanlar arasında bərabər böldü. Hər dovşana neçə alma və neçə yer kökü düşdü. Dovşanlar arasında bərabər bölüb, sonra 65 yer. Deməli, uşaqlar, bu elə bir bölüb ki, bu dovşanların sayı həm 26-ya qalıqsız bölünür, həm də 65-ə. Neçədir? 13-dür də. Düzdürmü? Deməli, 13 dənə dovşanı var Kamilin. İndi 26 dənə almanı böləndə hər dovşana 2 alma düşür. 65 dənə də yer kökünü. 65 yer kökünü də 13 dənə dovşana böləndə 5 dənə də yer kökü düşür. Hər dovşana. Maraqlı bir məsələ. Sonuncu 40-cı məsələyə də baxaq. Mağazada həftənin ilk 5 günü satılan topların sayını göstərən ədəd sadə ədəddir. Sonraki günlər satılan topların sayı birinci gündəkindən uyğun olaraq 4, 8 və 10 qədər, 10, 14 qədər çox olmuşdur. Mağazada hər gün neçə top satılmışdır? Mağazada həftənin ilk 5 günü satılan topların sayını göstərən ədəd sadə ədəddir. Məsələn, uşaqlar, bu nə demək istəyir? 5 gün ərzində mağazada toplar satılıb. 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci. Deyir, bu 5 günü satılan topların sayını göstərən ədəd, yəni hər gün göstərən ədəd sadə ədəddir. İndi məsələn, 1-ci gün götürsəm 2, 2-ci gün 4% çox 6 mürəkkəb edir. Düzdürmü? Amma ilk gün götürsəm 3 top satılıb. İkinci gün bundan 4% çox, yəni 7. Üçüncü gün bu birincidəkindən 8% çox, 11 olur. Dördüncü gün yenə birincidəkindən 10% çox, 13 olur. Və 5-ci gün yenə birincidəkindən 14% çox, 17 olur. Baxın, hər biri də sadədir. Mağazada hər gün neçə top satılır? Birinci gün 3 top, ikinci gün 7 top, üçüncü gün 11 top, dördüncü gün 13, beşinci gün 17. Başqa ərəd yoxlasaq uşaqlar ödəməyəcək. Məsələn, 5 götürsək, 5 üstəgəl 4, 9 elir mürəkkəbdir. 7 götürsəz həmçinin, 11 götürsəz həmçinin. Yəni, yalnız 3-də ödür bu. Mağazada hər gün neçə top satılır? Bu məsələni də həll etmiş olduq. Belə uşaqlar, bugünkü video izahımız bu qədər. Gələn dərslərə görüşənədək hər birinizə uğurlar, sağ olun.